Azərbaycanda nadir bitkilərdən sayılan, adı kimi isə dadı olan konfet ağacı ilk dəfə Göyçayda yetişdirilib. Belə ki, ölkəmizdə ilk dəfə 1930-cu ildə Çindən Göyçay rayonuna bitki dayaq məntəqəsinə elmi işçilər tərəfindən gətirilən konfet ağacı burada əkilib becərilir. Elmi işçilərin sözlərinə görə, bağda nadir tapıntı kimi sayılan bu iki konfet ağacları 1935-40-cı illərdən bəri bol məhsul gətirir. Elə o vaxtdan bu unikal ağacın qorunması və artırılması vacib şərt kimi alimlərin diqqətində olub. Göyçay dayaq məntəqəsində konfet ağacı 30-cu illəri əhatə edir. Bunun gətirildiyi Kitaydan gəlib bu ağac. Bu burada Azərbaycana gəldikdən sonra burada elmi işçilərin səyləri nəticəsində bu ağaclar bar verməyə başlayıb. Sayının az olmasına baxmayaraq ağacın üstündə konfet meyvələri bol olur. Xarici görkəmi isə iri gövdəsi, hündür boyu və rəngarəng yarpaqların forması baxımından bir növ sərvboylu çinarlara bənzəyir. Elmi işçi Elçin İsmayılovun sözlərinə görə konfet ağacının artırılması yalnız toxumla mümkündür. Toxumu isə meyvəsinin baş hissəsində olur. Onun sözlərinə görə toxumları torpaqda deyil, isladılmış qumda becərmək lazımdır. Konfet ağacının burada yetişdirilməsi və artırılması baxımından isə əsasən aqronom alim Əliyev Mübarizin xidmətləri əvəzsizdir. 1960-cı ildə 3-cü konfet ağacının əkilməsi məhz onun adı ilə əlaqədardır. Bu Azərbaycanda bu 60-cı illərdən sonra bunun artırılmasında elmi işçilərin zəhmətindən sonra bu ağza dada düşüb. Həmən bu hal-hazırda Göyçay dayaq məntəqəsində bizə müraciət edən vətəndaşlar var ki, görəsən konfet ağacı necə olur? Konfet bükülürmü cığarada, nədirmi? Yox. Bu azada tapıltı, kişmiş şəklində olan bir ağacdır. Bundan başqa konfetin tərkibində şəfaverici maddələr də var. Bir sıra xəstəliklərin əlacında şəfaverici vasitə kimi çox faydalıdır. Asma xəstəliyinə tutulanlar üçün isə əvəz edilməz vasitədir. Bizdə isə əksəriyyət insanlar bunun varlığından xəbərsizdir. Odur ki, ölkəmizdə ondan bir sıra məhsulların hazırlanması, qənnadı məhsullarında içlik və təbabətdə dərman kimi istifadə edilməsi hələ mümkünsüzdür. Meyvələrin satışı da daxili bazarda həyata keçirilmir. Yığım mövsümü başlananda isə qəribə mənzərə yaranır. Belə ki, konfetin meyvələrini ağacdan deyil, ətrafa səpələnmiş vəziyyətdə yığıb dəstə şəklində qurudurlar. Ağacın meyvələrinin yığılma ən gözəlliyi ondadır ki, bu meyvəni alma, alça, heyva məhsulları kimi yığmırsan. Bu meyvənin özü tökülür və onu ağacın diblərindən bir-bir belə yığırıq. Qəribə formasına görə seçilən meyvə maral buynuzuna bənzəyir. Onun çiçəyi nektarla zəngindir. Dözümlü olan bu bitki çox qulluq tələb etmir. Bu ağacın artırılmasında biz bunun toxumlarını qumda, islanmış qum şəklini quma bastırırıq və bir müddətdən sonra bu ağaclar həmən qumda çıxır. Bunu bir müddətdən sonra biz bunların yerini dəyişirik. Dəyişdikdən sonra bunu aqrotexniki hər bir ağaca qulluq etdiyimiz, nar ağacına qulluq etdiyimiz kimi bu ağaca da qulluq edirik. Dekabr ayında yetişən konfetin meyvələri növbəti ilin mart ayına kimi ağacda qala bilir. Konfetin tərkibində 35% şəkər var. Ona görə dünyada ən şirin bitki adını qazanıb. Deyilənə görə şirəsi qənddən 300 dəfə şirindir. Bir stəkan qəhvəni və ya çayı şirin etmək üçün konfetin bir damcı şirəsi kifayətdir. Üstü qabıqla örtülmüş qəhvəyi rəngli bu konfet şirinliyi və dadına görə heç də adi konfetdən geri qalmır. Hətta konfeti qurudaraq müxtəlif tort və biskvitlərin üzərinə bəzək kimi istifadə etmək də olar. Hələlik bağda sayı 3-ə çatan konfet ağaclarının sayı artırılmalıdır. Hətta yaşı 80-dən artıq olan üçlükdən biri isə qurumaq təhlükəsi ilə üzləşib. Qeyd edək ki, ölkəmiz üçün nadir bitki sayılan bu konfet ağacları gələcək nəsillərə qorunub saxlanmaq üçün qırmızı kitaba salınıb.